Salam aleyküm dostlar. Bugün sizi Qara metrosunun yanında yerləşən yeni tikili binadan salamlayıram. Gördüyünüz mənzil eksklüziv bir variantdır. Bu mənzil qeyri-adi üslubda yığılıb. 3 otaqlı mənzildir. Ümumi sahəsi 112 kvadrat. Mənzil yüksək səviyyədə təmir olunub. Bütün əşyaları ilə satılır. Gördüyünüz mebellər hamısı əl zəhmətidir. Pol bambuk parketdir, xalçasından tutmuş, palazına qədər hamısı mənzilin içində qalacaq. Baxın, zəhmət olmasa dizaynə, rənglərə bir dənə fikir verin. Aboylarımız hamısı dekor, bahalı İtalyan aboylarıdır. Gördüyünüz dolabın rənginə, üslubuna baxın. Mənzildə təmirdən sonra yaşayış olmayıb. Bütün mebellər xarici istehsaldır, çox keyfiyyətlidir. Giriş qapısından düz spalnilərə qədər bahalı keramogranitdir. Altı da isti döşəmədir. Aboylar hamısı kətanla işlənir. Hamam tualet ayrı-ayrı. Aksesuarlar hamısı bahalıdır, xaricdən gətirilib. Buradan heç bir dənə çöp də alınmayıb. Hamam otağında paltar yuyan boş, qurudan boş, təzə istifadə edilməmiş, instalyasiya ilə yığılmış divar içi bütün aksesuarlar. Baxın, nə görürsünüz hamısı mənzildə qalacaq, yüksək səviyyədə təmir olunub. Zəhmət olmasa mətbəxə də keç. Tabloları görürsünüz də, tablolar da qalır, hər bir şey. Mətbəx çox gözəl yığılıb. Onu da qeyd edeyim ki, hamısı maşın boyası ilə yığılıb. Xüsusi sifarişləndir. Burada da bütün avadanlıqlar boşdur. Qab yuyan, tuxovka, soyuducu, kondisioner qri. Yəni, belə bir mənzil həqiqətən çox nadir hallarda olur. Çünki mənzilin sahibi bura 1 kvadrat metrəsinə 700 manat pul xərcləyib. Təmiri 1 kvadrat metrəsi 700 manat. Buradan belə gizlin balaca bir otağımız var. Balaca deyəndə ki, uşaq otağı adlandırırıq bunu. 2 dənə çarpayı. Bilmirəm, effekt necə görsənir telefondan, amma aboylar çox qeyri-adidir də. Yəni, loru dildə desə bir stik falan heç nə görsənmir.